Psixologiyada 5 doğru bilinən yanlışlar haqqında danışacağıq. Birinci, depressiyada olan insan mütləq kədərli görünməlidir. Bu səhv düşüncə tərzidir. Bəzən maskalı depressiya zamanı insan sevincli görünə bilər. Bu zaman o öz duyğularını təzyiq altında saxlayır, amma daxilində fırtınalar qopur. İkincisi, həyatınızda nə baş verirsə versin, pozitiv olun. Bu səhv düşüncə tərzidir. İnsan öz düşüncələri ilə üzləşməli, əgər kədərlidirsə o kədərin içindən keçməlidir. Bu toksik pozitivlikdir. Üçüncü, hər hansı bir pis hadisəni xatırlamırsansa, demək sənə təsir etməyib. Bu da səhv düşüncə tərzidir. Əgər bizim beynimiz bir hadisəni xatırlamırsa, bu beynin qoruma mexanizmi də ola bilər. Beyin o hadisənin ağırlığına dözə bilmir. O zaman o sanki xatırlamamağı seçmiş kimi davranır. Amma bu zaman şuuraltı işləyir və biz alt şuurda o hadisəni xatırlamağa davam edirik. Bu da bizim emosiyalarımıza təsir edir və biz daim əsəbi və gərgin oluruq. Dördüncü, uşaqlar heç nə anlamır. Bu ən böyük səhvlərdən biridir. Uşaqlar hər şeyi bizdən daha yaxşı hiss edirlər. Onlar gərginliyi bizdən daha yaxşı hiss edir və anlayırlar. Beşinci doğru bilinən yanlışlardan da biri, psixoloq yanına ancaq dəlilər gedir. Bu ən böyük yanlışlardan biridir. Psixoloq yanına özünü, öz duyğu və düşüncələrini tanımaq istəyən hər kəs gedə bilər.